Bura İsveçrədir. Deməli, hazırda gəlmişik. Deməli, İtaliya-İsveçrə sərhədindəyik. Maşınların hamısını burada saxlayıblar, gördüyünüz kimi. Maşınların hamısını dayandırıblar. Bura İsveçrə-İtaliya sərhədidir. Düşdüm, maraqlandım ki, maşınları burada niyə saxlayıblar? Baxıram ki, yol da yoxdur, ancaq dönüb qayıtmaq olur buradan. Maraqlı gəldi, heç mən də indiyə qədər bilmirdim. Düşəm lövhədə baxam, nə? Deməli, burada maşınları saxlayırsan, buradan qatar gəlir, bilet alırsan onlayn 24 franka. Təxminən harca 48 manata bilet alırsan, buradan maşınları bir-bir mindirirlər deməli qatara, buradan aparırlar İsveçrənin İselle bölgəsinə, İselle şəhərinə. Təxminən 20 dəqiqəlıq maşını mindirirlər qatara, özün oturursan maşının içində. Mən də lövhədən götürdüm. Deməli, yerimizi rezervasiya elədim. Deməli, bu da bizim rezervasiyamızın şəkili. Yəni, gəlməyənlər, xəbəri olmayanlar varsa, bura gəlmək istəyənlər varsa, yəni əvvəldən məlumatlı olsunlar ki, Grindelwald bölgəsinə getmək üçün mən gəlib buradan sərhəddən keçəndə dedilər ki, yol yoxdur. Ancaq bir yol, buradakı dəmir yoluna maşını mindirib, buradan qatarla şəhərin içinə getməkdir. Belə mənim üçün də maraqlı oldu. İndi qatar gəlsin, maşını qatara mindirək, görək başımıza nə iş gəlir. Siz də bizi izləmədə qalın. Bundan öldü ya. Sonra deyirlər cəmaət kef eləyir. Deməli, neçə gündür? 3 gündür mən bir düzəməlli yemək yeməmişəm. Baxırsan çörək yeyirəm. 3 gündür bir düzəməlli yemək yeməmişəm mən də. Maşını aparaq qatara mindirməyə. Buradan üzə mindik qatarın içinə maşınla. Üzə mindik. Deməli, indi yenə Grindelwalda getmək üçün indi yenə qatara minirik. Deyirlər ki, Grindelwalda ən qısa yol yenə qatarla getməlisən. İndi yenə bizi bu yol proqramı gətirdi, çıxartdıb deyə bu qatarın yanına. Görə indi nə olur? Bayağı iş gəlir başımıza. Ancaq qatara minirik. Biz hazırda İsveçrənin Grindelwald kəndindəyik. Dünənlərimi təxmini saat 5-ə gəldik, çatdıq bura. Gözəl kamp yerimizi qurmuşuq.
Deməli İsveçrə Grindelwald'a gələndə maşını sizə qeyd elədiyim kimi 2 dəfə 2 yerdən qatara mindirdik. Qısa yol üçün qatara mindirdik və qatar vasitəsilə gəldik çıxdıq Grindelwald'a. Deməli bir yerdə maşını qatara mindirmək üçün sizə qeyd elədim 48 manat ödəniş elədik. Bir yerdə də Grindelwald kəndinə girmək üçün 31 frank, təxminən 62 manat ödəniş etdik. Bizə tiket verdilər, çek. İndi çıxışda biz onu ödəyəcəyik. Gəldik, çıxdıq Grindelwald kəndinə. Dünən girdik mağazaya, ət aldıq. Özümüz üçün gəldik, yemək hazırladıq. İndi çəkilişlər var, onları da yerləşdirəcəm. Baxarsınız. Kənd demək olar ki, möhtəşəmdir. Çox gözəl bir kənddir. Həqiqətən turistləri də çoxdur. Bütün ölkələrdən bura demək olar ki, turistlər gəlir. Hər bir ölkədən. Deməli, dünən biz gəldik 1-ci Grindelwald'ın mərkəzində olan kamp yerinə. Oradan kampı götürmək istədik. Dedik, bizə yer verin. Dedilər ki, full kamp. Yəni, kampda yer yoxdur. Bizə alternativ olaraq bu kampı məsləhət gördülər, buranı. Biz gəldik, çıxdıq bura. Təxminən 108 manat ödəniş eləyərək 54 frank, İsveçrə frankı ödəniş elədik. 108 manat. 1 frank təxmini aşağı yuxarı 2 manata bərabərdir. Ödəniş elədik. Kamp yerimizi qurduq, maşını taxdıq 220 voltluq elektrikə. Həqiqətən dünən burada gün çıxmışdı. Amma indi hava çox soyuqdur. Axşam başladı hava soyumağa. Ətraf buludlardır, sis çöküb. Dünən mən bura kofta ilə gəlmişdim. İndi bu günlərimi Adidas paltarımı geymişəm. Həqiqətən çox soyuqdur. Yaxşı ki, maşında elektriki var. Peçi elektriklə işləyir və elektrikə biz onu qoşduq. Yoxsa gecə həqiqətən çox soyuq olur. Həqiqətən kənd çox möhtəşəmdir. Dağların başında evlər tikilib, hər yerdə evlər, hamısı taxtadan. Bax, belə gördüyünüz kimi. Belə gözəl yerləri var. Hətta mən dünən axşam gəzəndə qarşıda satıcısı olmayan balaca bir mağaza gördüm. Satıcısı yox idi. Yeməkləri yığmışdılar. Ora pendirdi, sonra nə bilim baldı. Yığmışdılar hamısını mağazanın içinə. Özün gəlib ödəniş eləyirsən, pulu atırsan kassaya. Məhsulu oradan götürürsən, hamısında qiymətləri üstündə yazıldı. Amma mənə ən çox qəribə gələn bunların yaşayış tərzidir. Deməli, bunların yaşayış tərzi belədir ki, bunlar maşını saxlayırlar evin qarşısında. Özləri girirlər içəri. Demək olar, pəncərədən də baxırsan, heç bunları demək olar ki, görmək olmur. Nə küçədə gəzməzlər, boş-boş gəzməzlər, küçəyə çıxmazlar, gəzinti eləməzlər. Təhdük hallarda ya yesibet sürdüyün görürsən, ya da ki, elə ya maşınla dürüb maşına mindir, çıxıb getdiyin görürsən, ya da ki, ümumiyyətlə heç görmürsən. Evə girdilər, demək olar ki, itirlər. Belə gözəl evləri var. Qəşəng taxtadan, belə yolları, dağları. İndi birazdan sonra Grindelwald'ın mərkəzinə çıxacağıq. Oradan da sizə möhtəşəm görüntülər çəkib göstərəcəm. Interlakenə gedirik. Bir günümüzdə Interlakenə keçəcək. Ondan sonra Osinjesiya gölü var. Oranı gedib ziyarət eləmək istəyirik. O göl də həqiqətən çox möhtəşəmdir. Amma vaxtımız çox azdır. Deməli, biz qayıtmalıyıq Romaya. Götürdüyümüz karavanı 25-i saat 9-da geri qaytarmalıyıq. Deməli, müqaviləyə görə karavanı 25-i saat 9-da qaytarmasaq 1 saat gecikdirmə haqqımız var. Saat 10-da qaytarmalıyıq. Əgər qaytarmasaq hər saatına görə 199 euro cərimə ödəməliyik. Bax, burada beləncə dəqiq bir qayda qanun var. Əlavə də ki, 2-3 saat gecikdirdikdən sonra karavanı götürdüyün yerə təhvil verməsən, polis başlayır sənə axtarmağa. Yəni, bunların da özünə görə, bax, beləncə qayda qanunları var. İndi yuxarıdan kanat gedir. Çalışacağıq ki, biz üzr istəyirəm, biraz xəstələnmişəm bura gələndən. Nəsə, boğazım şişib, kripləmişəm, biraz soyuqlamışam. Dünən də girdim aptekdən dərman aldım. İsveçrədə resepsiz dərman vermirlər. Mən girdim İtaliya İsveçrə sərhədinə yaxın bir yerdən dərman aldım ki,
Bura keçəndə onsuz da dərman verməyəcəklər. Deyəcəklər ki, çünki keçən il mən bura gələndə bildirdilər ki, biz reseptsiz dərman vermirik. Yaxınlaşın həkimə, həkim sizə resept yazsın, ondan sonra dərmanı götürün. Yəni mümkün deyil sizin buradan dərman almağınız. Ona görə İtaliyadan aldım dərmanı, qəbul elədim. İndi biraz yaxşıyam, amma səsim dəyişilib. Bu dəqiqəlik bu qədər. İsveçrə səfərimi izləmək istəyənlər YouTube kanalımda izləmədə qalsınlar. Sağ olun. Hazırda Grindelwald'ın mərkəzi küçələrindəyik. Deyirəm, təbiət nəsə möcüzə yaradır. Bax, o qarı orada saxlayır ki, yay boyu. O yavaş-yavaş ərisin. Yay boyu su qurumasın. Çünki su qurusa, suda olan bütün, təbiətdəki olan bütün hər şey quruyar. İndi bir marketdəyik. Market demək olmazdı, belə corabların, aşkilərin satıldığı bir yer. Baxın, adi corabın birinin qiyməti buradan neçədir? 29.90. Yəni bizim pulla təxminən 60 manat. Sonra eynək var. Eynəyin qiyməti adi eynəklərdir. Bizim mağazada satdığımız eynəklərdən 5 manat, 6 manat. Burada 140 manat, 69.90. 69.90 frank. Bax bu qiymətlərə çox bahaçılıqda Grindelwald çox bahadır. Yəni baxın burada ayaqqabılar var, paltarlar var. Bax məsəl üçün belə bir kofta var. Beləncə bir kofta var burada. Qiyməti sizə deyim. Qiyməti 100. Baxın. 100 frank imiş. İndi endirimlə düşüb 79 franka. Təxminən bizim pulla vurun 2-yə də 79-u vurun 2-yə. 82-yə vuranda 160, 158 manat. 158 manat edir. Yəni hər şeydə, yəni elementarlı bir şey. Deməli mən belə bir hədiyyəlik bir şey aldım aparmaq üçün. Belə hədiyyəlik ürək formasında. Bunun qiymətinə baxın. Bilmirəm oradan görükür yoxsa yox. Deməli qiyməti 7.90-dır. 8 frank 7.90. Bizim pullar 16 manat. Bizdə 1 manatdır bu qiymət. Hələ də Grindelwald'ın mərkəzi küçələrini gəzirik. Grindelwald əslində çox böyükdür. Gəzməkdən yorulduq. İndi mağazaların qarşısından keçirik, gedirik kofe içməyə. Görək burada kofe qiymətləri və yemək qiymətləri neçədir. Deməli, əziz dostlar, deməli gəlmişik Osinjesa gölünə.
dağların içindədir. Osenjese gölü. Ora qalxmaq üçün deməli maşın yolu yoxdur. Bax beləncik kanatla qalxacağıq ora. 2 nəfərlik bilet almışıq. 2 nəfərə ödədik 72 frank. Təxminən 144 manat 2 nəfər üçün. İndi minirik kanata, qalxırıq Osenjese gölünə. Mindik kanatın içinə. Deməli, əziz dostlar, gəldik axırı kanatdan qalxdıq yuxarı. İndi gedirik Osenjese gölünə. Kanatdan təxmini bir 7-8 dəqiqə qalxandan sonra çatdıq bura dağın başına. Altdan baxanda yol çəkilir. Birazdan sonra Osenjese gölünə maşınla gəlmək mümkün olacaq. Bundan sonra gelip Milano'nun küçələrində gəzsək. Çalmışsan biz dağa. Nə var? Gədəbəli dağıdır ha? Nə var? Bu Milano'nun şeyində. Nə var Milano'nun? Milano'nun küçələrində gəzsəm bir dəfə. Nə var Milanda? Nə var? Osenjese gölünə getsən sən. Görüş Milanda bu qədər adam var. Yoxdur ha. Təxminən 5 dəqiqə düzü yeriyirik. Gölə tərəf gedirik. Kim şəhərləri qoyub gətirib seçim dağlarına. Nə var burada mənim var? Quru daşlardan başqa heç nə yox. Onu 15-20 dəqiqəlıq yerişdən sonra Osenjese gölünə gəldik, çatdıq. Osenjese gölünün ətrafındayıq. Deməli indi kadr tutmaq üçün qalxırıq yuxarı. Yuxarı gedir ora bax. İnsanların qalxdığı yerə bax, dağın başına Nə olur? kadr tutmaq üçün de ora qalxırlar. Biz də indi ora getməyə çalışırıq. Dirənmişik. Amma qalxmalıyıq ora. Mən hələ bu göldə çimmək istəyirdim. Amma xəstələndim deyinə. Bu göldə çətin gəlmək, görmək istəyən varsa bütün məlumatların hamısını, qiymətlərinə kimi hamısı sizdən paylaşmışam. Sadəcə olaraq sizdən qalıb, gəlib, gəzib, görmək. Deyirəm, bəs indi kameraya deyirəm, mən burada çimmək istəyirdim. Mən burada çimmək istəyirdim, bax. Prosta xəstələndim deyə çimənmərəm. Konkret ucu dirənmişəm. Konkret ucu dirənmişəm. Tavca qalxamıram. Amma qalxmağa məcburuq. Çünki oradan kadr tutmağa məcburuq. Kadr tutmaqdan ötürü gəlmişəm bura. Baxın, TikTok izləyiciləri, YouTube izləyiciləri. Siz dünyanın qəşəng yerlərini görəsiniz deyə mən bu boyda əziyyət çəkirəm. TikTokda, YouTube'da izləyənlər hamısı izləməyə alsın, bəyənsinlər, yorum yazsınlar.
30 dəqiqədir. Yarım saatda yol gəldik. Hələ gəlib çatmamışıq. Yolda bir 5 dəqiqədə dincəldik. Şəkil çəkdik. Bura gəlmək istəyən ancaq gərək idmançı ola, ayaqları möhkəm ola, dözümlü ola. Bir də əlində bura qalxmaq üçün çubuq olmalıdır. Gedib axıra qədər çıxa bilmədik. Amma bizə kadrı tutmaq üçün lazım yerə gəldik, çıxdıq. İnternetdən baxdığım bir yer var idi. Bax, həmin o bu dayandığım yerdir. Mənə bura lazım idi. Gəldik, çıxdıq, gölü çəkdik, amma buradan belə hələ yuxarı çıxmağa xeyli var. Bir xeyli yol var. Amma tabii ki biz yorulduq. Həm də gedib kamp yeri götürməliyik. Ona görə öcəyə qaydırıq. Deməli, burada bir gül tapmışam. Bizim Şuşada bitən Xara bülbül gülünə oxşuyur. Buralarda var o güllərdə.